Salam hörmətli izləyicilər. Deməli biz kartdan, yəni bir kartı pul çıxartmağa gəlmişik. Kapital Bankın öz kartıdır. Nə oldu bu? Hə. Kapital Bank Targovdayıq. Səsini düşür. Hesabdan pul çıxartmağa gəlmişik. Bayaqları biz hesabdan pul çıxartdıq. Deməli 3 dəfə biz pul çıxartmışıq bayaqları. 5 manat 1, 3 manat 1, 6 manat 1. Deməli hər dəfə Kapital Bank öz kartından, öz hesabından 1 manat çıxır. Yəni normalda başqa bank öz faizini tutmalıdır. İndi 132 manat 89 qəpik hesabda pul var. 2 manat çıxaraq. Hə, 2 manat çıxart. Deməli biz 2 manatımızı götürək. Manatda. Deməli hesabımızı bir də yoxlayaq biz. Bayaq nə qədər oldu? 132 manat 89 qəpik. 132 manat 89 qəpik. Normalda 130 manat 89 qəpik pul qalmalıdır hesabda. Gördüyünüz kimi 129 manat 89 qəpik. Yəni biz bunu təkrar bir 5 dəfə də 6 dəfə də eləyə bilərik. Bundan qabaq 3 dəfə də eləmişik. Hər dəfə belə deyək. Yumşaq formada desək, manat soxublar bizə. Əslində 2 manat faiz tutulmalıdır ən azı. Yəni o da ki, sonda qalaq pulda çıxarmaq olmur. Amma hər dəfə bu qədər çıxardıqda 1 manat hesabına... Yəni 1 manatda çıxardığında 1 manat əlavə tutur. 2 manat indi hal-hazırda çıxartdıq, 1 manat əlavə tutdu. Bundan qabaqçında 3 manat çıxartdıq. Ondan da əvvəlkində 6 manat çıxartdıq. Hər dəfəsində də 1 manat əlavə olaraq tutuldu. Bu məsələni də sosiallaşdırmaq lazımdır. Yəni ki, başqalarının da başına bu oyun gələcək. Yəni belə baxanda bu ictimailəşdirilməsi məsələdir. Ardınca da getmək lazımdır. Yəni biz Kapital Bankın özünə müraciət edəcəyik.